Bu umut. Nədir problem ağsaqqal? Mən bacım oğlunu gətirmişəm məktəbə. İçəri buraxmırlar. Niyə? Məktəb, bax, bir məktəbin qarşısındayım. 20 dəqiqədir buradayım. 20 dəqiqə buradayım. Məktəb direktoru düşüb gəlmir ki, görək bunu içəri nəyə görə boşlamırlar. Səbəb nədir? Səbəbini düşsün, gəlsin, desin. Günahımız nədir? Biz günah eləmişik. Nə günah eləmişik kimi? Bəs sizi içəri buraxmayan, Günah ola bilər ki. sizi içəri buraxmayan şəxs kimdir? Bizi içəri buraxmayan şəxs Polat Zeynalov. Yox, məktəbin qapısının ağzında sizi içəri buraxmayan kimdir? O, Nicat Allahverdoğlu. Hə, bu Gözətçi. tapşırıq deyə verilib də sizə. Hə, buna tapşırıq verilib ki, Əhmədov Elsəvəli içəri buraxmayın. Nədir ki, səbəb nə göstərir? Mən valideyn bura gəlsin. Yox, səbəb nə göstərirlər ki, içəri buraxmamaq? İndi səbəb olmalıdır da. Səbəbi gəlsin, desin. İndi burada hər kəsi valideynlə içəri buraxırlar, o maraqlıdır. İndi burada Uşaqlarım valideynlə buraxsınız içəri. Müəllimlə aralarında olan söhbət. Müəllim mənə küçük deyir, mən də onun cavabını vermişəm də, nə demək? Müəllim uşağa küçük deməməlidir. Onun da səsini yazdırdım da, O onu da təhsili heylə alıb gəlib, o oxuduğu institutda. Amma ki, müəllim o təhsili heylə alır. İndi siz niyə bura bir rəhbər şəxs çağırmırsınız ki, bu bu valideyni uşağı qarşılaya? çağırırıq çıxmır. Yox, Nicat çağırmalıdır. Burada Polat uşağı gəlsin, bura görək, uşağı içəriyi buraxmırlar. Get gəlsin, deyir, Umut səni gözləyir. Yer gedirəm mən də. Uşaq qoy girsin dərsə də qardaş. Atan valideyn. Dur. Bax, bu gitsin başına. Mən dərsə getmək istəyirəm. Bu gitsin başına görür. Bu gitsin, gördün ki, bu keçsin dəymir. Atan anan. Atan anan. Uzaq vurulur, gedirəm içərimə. Get valideynimi götür. Bax, bu gitsin. Mən valideyn müəllim haqqı üçün. Müəllimdən üzr istəməlisən, şagirdlərdən üzr istəməlisən. Hayır Allah sənin valideynin gəlməlidir bura. Müəllim haqqı Get üçün valideynimi götür ki. Mənə deyirsən məhv eləyərəm, mən də ona cavabını vermişəm. Get valideynimi götür. Sizə keçsədə uşaq bu dərsdən, uşaq dərsdə yandırırsınız axı. Bu Atmışsan özü atarsan o da. Əsəbə. Səndən xahiş edirəm. Get. Məktəbin direktoru qaçır, sən Əsəbə. özün atmışsan ortalığa. Səndən baskın edirlər. Baskın eləmirsiniz. Qardaş, uşaq dərsdə getsin. Kim baskın eləyir? Sən deyirəm ki, xahiş edirəm. Uşağı təhsildən yayındırmayın. İçəri. Gəl dedim. Bax, o getsin. Dərsimə gedirəm, mən. Get. Dərsinə. Gəl dedim. Məni məcbur eləmə. Qardaş, uşağı burax içəridə. Get valideynimi götür. Xahiş edirəm. 102 vermə məcburiyyətini qoyma məni. Yox, nə məcburiyyətindən? 102 vermə məcburiyyətini qoyma məni. Tələffüs oldu Mən mu? istəmirəm. Hə, uşaq çölə çıxmanı qoymadılar. Qardaş, xahiş edirəm uşağı dərsdən yayındırmayın. Qoy uşaq dərsdə təmin olunsun. Dərsinə. Səndən bir böyük kim xahiş elədim ki? Yox, sən ixtiyarın yoxsa sən burada uşaq qoy dərsinə getsin. Ha, bu getsin dərs. Uşaq qoy dərsinə. Söyle. Çək. Hə. Baxın. Ağdam rayon 1-ci Yüzbaşılı kəndində bax vəziyyət budur. Baxın, bax. Baxın, şagird də içəri buraxmadılar. Polat şagirdi çöldə qoyublar. Mən buradan təhsil nazirimizə səslənirəm. Deyirəm ki, bu öz başınalığa son qoyulsun. Məni məktəbə buraxmırlar. Mənə təzyiq göstərir mühafizəçi buran. Mənə təzyiq göstərir. Sinifə qoymur girəm. Niyə buraxmır? Səbəb nədir ki? Səbəb odur ki, müəllimlə mübahisəm düşüb. Müəllim mənə təhqir edici söz deyir. Mən də qayıdıb ona cavab vermişəm. İndi də məni qoymurlar ki, deyir niyə cavab verməlisən, üzr istəməlisən. Nəyə görə üzr istəməliyəm? Valideyn deyir ki, Qapını aç gir də, qapını aç gir içəri. Qardaş, qapını örtürsən, necə girim? Açıl, bağlıdır. Açılmır, açılmır. Açılmır. Yox, qaraltıda. Baxın, Polat Zeynalovun ailə şirkəti bax budur. Polat Zeynalovun öz başlanğıcları bax budur. Şagirdi dərsə buraxmır. Məktəbin qapısı buradır. Birinci yüzbaşıdakı ara yazılır bu. Hangi tərəf? Burada qabaq olur. Söyle. Söyle, xahiş edirəm. Müdaxilə eləməsə ki. 102 vermişəm. Yaxşı elə. Yaxşı elə. Müdaxilə eləmə. Sən mənim məsələmə. Xahiş edirəm, söylə. Yaxşı elə, müdaxilə edirəm, söylə. Məktəb nə etsin? Sabır. Məktəb nə etsin? Sabır ol. Məktəb nə etsin? Sabır ol. Hər məcbur qoyma yəni. Sabır ol. Xahiş edirəm. Gəl onu da. Mən sənə söz eləməliyəm. Mənim kimi xahiş edirəm sənə. Əlində gedirəm bu təkəli, çək. Çək, axşamda qəşək verərsən etdir. Polat sizə bu qədər davariyə verir ki, yəni Bizə aid məsələ bu məktəbdə gedən tədris, bu məktəbdə gedən proseslərdir. Məktəbdən kənarda hər hansı bir prosesə bizim heç bir aidiyyətimiz də yoxdur, araşdırma səlahiyyətimiz də yoxdur, onunla bağlı sorğu-sual eləmək ixtiyarımız da yoxdur. Bəli, sizin bu işində yox, apardığınız yoxlamada
Burada hər hansı qanun pozuntulara rast gəldiniz? Müəllim, mən sizə izah edeyim. Aktda yazılır. Qanun pozuntusu müxtəlif ölçülərdə olur da. Bir var, necə deyim, qanun pozuntuları müxtəlif ölçülərdə olur da. Bir var, maliyyə pozuntusu olar, onun içərisində ciddi pozuntular olar, nə bilim, içəri daxilində olur da, indi belə şeylər biz çox görürük. Hökmü burada qanun pozuntusu olub, bir kəsə sual verirəm. Bugünkü müəllimin burada qanun pozuntusu var və onunla bağlı cəzasını idarə rəhbərliyi daha üst qurumlar verəcək. Siz bunu dediniz, sonra mən də burada deyirəm, heç bir cəza verilməyəcək.